Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkuhu kavli. Allahümme allimna ma yenfa'na ve enfa'na ma allamtana ve zidna ilma emma ba'd. Əziz və dəyərli müsəlmanlar, hörmətli qardaş və bacılarım və dinləyicilər, bugün Peyğəmbər sallallahu aleyhi ve sellemin bir hədisin ətrafında bəzi məsələləri qeyd edəcəyik. Hansı ki, bu hədis İmam Əhmədin Musnədində və Əbu Davudun Sünəndə və həmçinin də Tirmizdə keçir və hədisin isnadı səhihdir və hədisi rəvayət edən İrbad İbn Səriyə radiyallahu anhu, Allah ondan razı olsun, deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem bizə qəlbləri titrədən, gözləri yaşardan çox təsirli bir nəsihət etdi. Biz dedik ki, ey Allahın Rasulü, sanki bu vidalaşan bir kəsin nəsihətidir. Elə isə bizə tövsiyə ver. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, siz Allahdan qorxmağı, təqvanı, hətta başınıza bir kölə rəhbər təyin edilsə belə ona qulaq asıb itaət etməyi tövsiyə edirəm. Şübhəsiz ki, məndən sonra yaşayanlar çoxlu ixtilaflar görəcəklər. O zaman mənim sünnəmə və doğru yolda olan hidayət olunmuş xəlifələrin, Xulafə Ar-Raşidin sünnəsinə sarılın. Ondan bərk yapışın və azad işlərinizlə tutun. Sonradan uydurulmuş işlərdən, bidətlərdən çəkinin. Çünki hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir. Həqiqətən bu hədis əzəmətli bir hədisdir və hər bir müsəlman üçün faydalı vəsiyyətləri özündə cəmləşdirir. Və bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrinə, Əbu Bəkir, Ömər, Osman, Əli kimilərə etdiyi tövsiyə var. Hansı ki, onlardan birincisi Allahdan qorxmaqdır. Təqva tövsiyəsidir. Həqiqətən də təqva bütün işlərin başıdır. Təqva bütün xeyirlərin başıdır. Təqva insan Allah yanında ən hörmətli olmasıdır. Və təqva insandan gedərsə, Allah qatında, Allah yanında o şəxs ən dəyərsiz şəxslərdən olar və o insandan həya qalxar, utanmaq sifəti ondan qalxar. Ona görə də hər bir müsəlman, hər bir mömin təqvalı olmağa çalışmalıdır. Və təqva bizdən əvvəlkilərin, yəni Peyğəmbərlərin öz ümmətlərinə etdiyi tövsiyələrdən biri idi və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də öz qabağındakı sahabələrinə, ən şərəfli insanlara birinci növbədə bunu tövsiyə edirdi. Sonra isə ikinci tövsiyə rəhbərlərə eşidib itaət etmək. Müsəlman rəhbərlərin itaətindən əl üzməmək, cəmaatı parçalamamaq, cəmaatı bölməmək, hətta rəhbər zənci birisi olsa da belə, qara dərli olsa da belə, hətta rəhbər qurumuş, onun başı qurumuş üzüm dənəsinə oxşasa da belə, kişmiş dənəsinə bənzəsə də belə, əgər o müsəlmanların üzərinə rəhbər təyin olunubsa, ona eşidib itaət etmək vacibdir. Onun itaətindən əl üzmək olmaz. Kim əgər müsəlman rəhbərin itaətindən əl üzərsə və müsəlman rəhbərə qarşı çıxarsa, cahilliyə ölüsü kimi ölmüş olar. Ona görə məsələ təhlükəlidir, məsələ ciddidir və bu bizim etiqadımızdır və bidət əhli ilə sünni, sələfi arasında olan fərqlərdən biri budur ki, onlar müsəlman rəhbərlərə eşidib itaət edərlər və onlara qarşı heç vaxtı üsyanda tanınmazlar. Onlara qarşı mintiqlər, aksiyalar keçirtməzlər və onlar Allah həmd olsun dinlərini Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə sarılaraq yaşamağa çalışarlar. Və həmçinin bu hədisdə Peyğəmbərin sallallahu aleyhi ve sellem Peyğəmbərlik əlamətlərindən bir əlamət var. Belə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə qeybi bir məsələdən xəbər verib. Yəni, öz dövründə mövcud olmayan, lakin gələcəkdə bu ümmətin başına gələcək çoxlu ixtilafların olacağını bildirib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, həqiqətən məndən sonra yaşayanlar çoxlu ixtilafları görəcəklər. Yəni, bu ümmət daxilində baş verəcək bir ixtilafdır. Üstəlik, çoxlu ixtilaflar olacaq. Sanki bu məqamda Peyğəmbərin sallallahu aleyhi ve sellemin əshabı bu ümməti bürüyəcək fitnələrdən çıxış yolunu bilmək üçün buna can atırdılar. Peyğəmbərin sallallahu aleyhi ve sellemin onlara hər şeyi əhatə eləyən təsirli bir cavabı olur. Onlara dərmanı verir, həlli verir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ixtilaflar zamanı dərman, həll mənim sünnəmə və məndən sonraki hidayət üzrə olan doğru yoldakı xəlifələrin sünnəsinə, yəni Əbu Bəkir, sonra Ömər, sonra Osman, sonra Əlinin yoluna sarılmaqdır. Ondan bərk yapışın və azad işlərinizlə tutun. Azad işlərlə yapışmaq ancaq insanı itirməkdən qorxduğu
çox qiymətli bir şey üçün olar. Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsi də məhz belədir. Ümmət arasında parçalanma və bidətlər meydana gəldiyi zaman ondan əzəmətli bir şəkildə bərk yapışmaq lazımdır. Daha sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bu sünnəyə sarılmağa, zidd olan şeylərdən uzaq durmağın zərurliyini bəyan edərək buyurur ki, sonradan uydurulmuş işlərdən çəkinin. Çəkinin, iyyəkum kəlməsi, yəni ehtiyatlı olun, qorunun deməkdir. Və həmçinin də uydurulmuş işlər isə dində meydana çıxan yeni, əsli olmayan məsələlər nəzərdə tutulur. Bunun səbəbi odur ki, şəriətdə hər bir yeni uydurulmuş iş bidət sayılır. Şəriətə gətirilmiş hər bir yenilik bidət sayılır. Hər bir bidət isə zəlalətdir. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm öz havasından, öz nəfsi istəyindən danışmayan Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizləri bidətlərdən çəkindirib. Və İmam Müslimin səhihində Cəbir ibn Abdillahdan rivayət olunan hədisdə deyilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm öz əshabına xutbə oxuyanda belə deyərdi: "Əmmə bə'd." Sonra isə həqiqətən sözlərin ən gözəl Allahın kitabı, Allahın sözü, yolların ən xeyirlisi Muhammedin sallallahu əleyhi və səlləm yolu, işlərin ən şəri sonradan uydurulanlardır, bidətlərdir. Hər biri yenilik bidət, hər bir bidət isə zəlalətdir. Və Nəsəinin sünəndə gəlir ki, hər bir zəlalət isə oddadır, cəhənnəmdədir. Ona görə sevgili Peyğəmbərimiz Muhammedin sallallahu əleyhi və səlləmin kəlamı haqqdır və dində yeniliklər etmək olmaz. Dində yenilik etmək zəlalət, zəlalətin sonu isə odda atəşdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm əshabını bidətdən həmişə çəkindirər və onun təhlükəli olması barəsində həmişə onlara xəbər verər. Təkrar bu məsələni sahabələrinə Peyğəmbər sallallahu əleyhi və səlləm çatdırardı. Ona görə də bu ümmət üçün Allah Rəsulundan sallallahu əleyhi və səlləm gələn bu mübarək tövsiyələrə əhəmiyyət vermək olduqca vacibdir. Ona görə Allaha ibadət etmək, insan bilməlidir ki, onun nəfsi istəyi ilə deyil, özünə xoş gələn hər hansısa bir şeylə Allaha yaxınlaşmaq deyil. Yəni bu din sahibsiz bir sahə deyil ki, insan necə gəldi Allaha ibadət eləsin. Müsəlmanlar bunun üzərine ittifaq ediblər ki, yəni din Allahın dinidir. Uca Allaha yaxınlaşmaq ancaq Allahın qayda olaraq, şəriət olaraq buyurduğu müvafiq şəkildə olmalıdır. Allaha yaxınlaşdıran və Allah qatında fayda verən yalnız budur. Bundan başqa hər şey isə sahibini Allahdan daha da uzaqlaşdırar. Sələflərdən qeyd olunur ki, nümunəçiyə, qudvaya, örnəyə, yəni Peyğəmbərin yoluna əsaslanmayan hər bir ibadət sahibini Allahdan ancaq uzaqlaşdırar. Ona görə əsas məsələ sənin, mənim, yəni bizim öz sevdiyimiz kimi ibadət eləmək deyil. Əsas məsələ Allahın sevdiyi şəkildə ona ibadət etməkdir. Uca Allah bizi yaradıb, sınağa çəkib və onunla qarşılaşacağımız gün bu sınağın nəticəsinə əsasən bizim mükafatımızı verəcək. Ona görə də Allah Subhanahu və Teala insanları bu dünyaya gətirib, onlar əməl işləyirlər və insanlar bilməlidir ki, onlardan qəbul olunan əməl daha gözəl olandır. Daha çox olan yox, kəmiyyəti daha üstün olan yox, əsas məsələ keyfiyyətdir. Əməlin ən gözəl olmasıdır. Əməlin ən gözəl olması ixlasla, yəni Allah üçün edilən və həmçinin Peyğəmbərin sallallahu əleyhi və səlləm yoluna tabe olmaqla məhdudlaşan əməldir. Bundan başqa hər bir şey bidət və zəlalətdir. Ona görə də bidət zülmət dəhlizi şər mənbəyidir. Və bidət elə bir şeydir ki, o insanın imanını, tövhidini zəiflədir və bidət bir zəhərdir. Ona görə ey Allahın qoruduğu kimsə, ey müsəlman bəndə, əgər bidətlərdən uzaq olmusansa, sünnə əhlisənsə, sələfi birisənsə, buna görə Allah həmd elə. Ona görə insan bilməlidir ki, bidət elə bir şeydir ki, onun üzərində Peyğəmbərlik möhründən heç bir iz yoxdur. Peyğəmbərin sallallahu əleyhi və səlləm hidayətindən heç bir iz tapa bilməzsən. Və həmçinin də Rəbbimizin kitabından bidət barəsində heç bir dəlil tapa bilməzsən. Hansı ki, bidətin yaxşı əməl olduğu kitabda və yaxud da sünnədə deyilsin. Bu heç vaxt ola bilməz. Bidət hər bir zaman qınanılıb, Peyğəmbər sallallahu əleyhi və səlləm bizi bundan çəkindirib. Ümumiyyətlə, bidətlər elə bir şeydir ki, onların bir neçə əzəmətli təhlükələri var, böyük təhlükələri var.
Birincisi, bidət sahibi, bidət əhli, dinə yenilik gətirənlər bilməlidirlər ki, onlar bununla şəriət sahibinə Allaha müxalif olub və həmçinin Rasulullahın sallallahu əleyhi və səlləmin bizə müsəlmanlara cızdığı metoddan kənara çıxıblar. Peyğəmbər sallallahu əleyhi və səlləm bizə aydın, mübarək bir yol bəyan eləyib və bizə ona tabe olmağı əmr edib. Lakin bidətçi kəs isə özü üçün başqa bir yol tutmağı üstün tutub. Və İmam Əhmədin Musnədində İbn Məsuddan rəvayət olunan həsən bir hədisdə deyilir ki, bir gün Peyğəmbər sallallahu əleyhi və səlləm yerə bir xətt çəkdi və dedi ki, bu Allahın yoludur. Sonra həmin xəttin sağından və solundan başqa xəttlər çəkərək dedi ki, bunlar isə yollardır. Hər birinin başında ona çağıran bir şeytan durmuşdur. Həqiqətən də belədir. Yəni bidətçilər, bidət əhli cəhənnəmin qapısı ağzında durub insanları oraya dəvət edirlər. Ona görə də bidət əhli ilə ünsiyyət qurmaq olduqca təhlükəlidir. İnsan onlardan çəkinməlidir, uzaqlaşmalıdır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləmin çəkdiyi o düz xəttə, düz yola, sırat-ı müstəqimə tabe olmalıdır. Və sonra isə Peyğəmbər sallallahu əleyhi və səlləm həmin düz xəttin sağından və solundan çəkdiyi xəttlər barəsində bu ayəni oxuyur və deyir ki, "Və enne hada sirati mustaqimen fettabi'u." Şübhəsiz ki, bu mənim doğru yolumdur. Onu tutub gedin. "Və la tettabi'us subula fetafarraqa bikum an sabilihi." Başqa yollara tabe olmayın, yoxsa onlar sizi Allahın yolundan ayırar. Ona görə bu yol Rəbbimizin bizə əmr etdiyi və həmçinin Peyğəmbərinin sallallahu əleyhi və səlləm bizi təşviq etdiyi yoldur. Dinə yeniliklər gətirməyin ikinci təhlükəsi isə bir insan şəriətə əgər yeniliklər, əlavələr gətiribsə, dini naqislikdə ittiham etmiş olur. Əgər bidətçi din adına yeni bir zikir və yaxud da zikirdə yeni bir forma, namazda yeni bir tərz və Allaha yaxınlaşmaq üçün yeni bir bayram və bu kimi digər bidətlər uydurarsa, onun bu hərəkəti dolayısı yolla belə deməkdir ki, din naqis idi, şəriət bu xeyirdən qafil qalmışdı, mən isə gəlib bu naqisliyi tamamladım. Heç bir müsəlman bunu dili ilə deməz. Çünki uca Allah bizə bu dinin kamil olduğunu xəbər vermişdir. Allahdan daha doğru danışan kim ola bilər? Həmçinin onun Peyğəmbəri sallallahu əleyhi və səlləm dini ən aydın şəkildə təbliğ edib çatdırmışdır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Allaha qovuşana qədər hər şey ən əzəmətli və ən kamil şəkildə bəyan etmişdir. O bizi Allaha yaxınlaşdıran elə bir şey buraxmadı ki, onu bəyan etməsin. Və bizi Allahdan uzaqlaşdıran elə bir şey buraxmadı ki, ondan çəkindirməsin. Həqiqətən Rasulullah sallallahu əleyhi və səlləm vəfat elədi. Lakin Əbu Zərin radiyallahu anhu dediyi kimi samada qanad çalan elə bir quş yoxdur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə onun haqqında bir elm bəyan etməmiş olsun. Və doğrudan da belədir. İnsan ayaq yoluna girdiyi zaman, çıxdığı zaman, yatdığı zaman, durduğu zaman, yemək yedikdə, yeməyi bitirdikdə, paltarını geyindikdə, paltarını soyunduqda bunların hamısının ədəblərini biz Peyğəmbər sallallahu əleyhi və səlləmlə öyrənmişik. Hətta Allah Resulü sallallahu əleyhi və səlləm bizə insan cinsi əlaqədə hansı şəkildə olmalıdır Peyğəmbər sallallahu əleyhi və səlləm onu bizə bəyan edib və həmçində cinsi əlaqədən sonra qüslün alınma formasını Peyğəmbər sallallahu əleyhi və səlləm bizə çatdırıb və doğrudan da bu onun vəzifəsi idi. Peyğəmbər sallallahu əleyhi və səlləm Səhih Müslimə gələn hədisdə buyurur ki, Allahın göndərdiyi elə bir peyğəmbər yoxdur ki, ümməti üçün xeyir bildiyi hər bir şeyi onlara göstərmək, şər bildiyi hər bir şeydən isə onları çəkindirmək onun üzərinə bir vəzifə olmasın. Deməli, bu bidətçi dolayısı yolla deyir ki, mənim elədiyim, dinə gətirildiyim bu yenilik bidət xeyirdir və Allaha yaxınlaşdıran bir şeydir. Lakin Rasulullahın sallallahu əleyhi və səlləm dilinə gəlməmişdir. Beləliklə din naqis idi, mən isə bu naqisliyi tamamladım. Ona görə də məsələ təhlükədir, Allah qorusun. Yəni bu bidətçinin düşdüyü bir uçurumdur, bir zəlalətdir və həmçinin növbəti təhlükələrdən Rasulullahın sallallahu əleyhi və səlləm xəyanəti tam eləməkdir, dinə yeniliklər gətirmək, bidət eləmək və bidəti yaşamaq. Yəni bu insanın halı sanki deyir ki, bu dinin bir hissəsidir. Mənim dinə gətirdiyim bu yenilik, bu bidət dinin bir hissəsidir ki, Allah öz peyğəmbərinə onu təbliğ etməyə əmr etmişdi. Lakin o bunu gizlətmiş və onu yerinə yetirməmişdir, onu təbliğ etməmişdir. Beləliklə Rasulullahı sallallahu əleyhi və səlləm xəyanəti tam etmiş olur. Ona görə də İmam Malik, Allahın rəhmət eləsin, qızıl hərflərlə, göz nuru ilə yazılacaq dəyərli sözlərində deyir ki, kim İslamda gözəl görərək bir bidət uydurarsa Muhammedin sallallahu əleyhi və səlləm
risalətə, peyğəmbərlik vəzifəsinə xəyanət etdiyini iddia etmiş olur. Çünki Uca Allah buyurur: "Əl-yevmə əkməltu lekum dinakum." Bu gün sizin dininizi sizin üçün kamil etdim. Sonra isə Allahın rəhmət etsin sözünə davam edərək buyurur ki, ona görə də o gün, yəni peyğəmbərin dövründə din olmayan bir şey bu gün də din ola bilməz. Həqiqətən də bu söz nə qədər gözəl sözlərdən biridir. Hər bir müsəlmanın bu sözü özünə rəhbər tutması, gözünün önünə qoyması olduqca vacibdir. Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında din nə idisə bu gün də odur, ta qiyamətə qədər. Din dəyişilməzdir, Allahın dini dəyişilməzdir. Və sonra isə bidətin təhlükələrindən insanın dinə yeniliklər gətirməyin təhlükəsi, dördüncüsü isə dində yeni bir iş, bidət ortaya çıxarmaq, nəfsi istəklərə havaya tabe olmaq deməkdir. Hər bir bidət mütləqdir ki, insan əgər onu ortaya atıbsa, deməli nəfsi istəyinə tabe olub, nəfsinə, havasına tabe olub. Ona görə bidət əhli hava əhli adlandırılıb. Nəfslərinə tabe olanlar adlandırılıb. Zəlalət əhli adlandırılıb. Bidətçi istəsə də, istəməsə də öz havasını Rəbbinin hidayətindən üstün tutub. Çünki insanın qarşısında üçüncüsü olmayan cəmi iki yol var. Ya Peyğəmbərə sallallahu əleyhi və səlləm tabe olmaq, ya da nəfsi istəklərə uymaq. Bunun dəlili Uca Allahın ayəsidir ki, ey Muhammed, əgər onlar sənə cavab verməsələr, bil ki, onlar ancaq öz nəfslərinin istəklərini uyurlar. Ona görə nəfsə tabe olmaq şərdir. Peyğəmbər sallallahu əleyhi və səlləm həmişə nəfslərin şərrindən Allaha sığınırdı. Ona görə əgər bir insan nəfsinə uyubsa, haqqı kənara qoyubsa, Allah qorusun, bu şəxs daha çox azmış şəxslərdəndir, kimsələrdəndir. Deməli, bu insan ya Peyğəmbərə sallallahu əleyhi və səlləm və onun sünnəsinə icabət eləməli, ya da nəfsə tabe olmalıdır. Əgər Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə icabət eləməyibsə, boyun əyməyibsə, deməli, bunun digər tərəfi nədir? Bu insan öz nəfsinə tabe olub. Beşinci təhlükə isə dində əsl olmayan bir şey icad edən hər bir bidətçinin halı odur ki, faktiki halı bundan ibarətdir ki, o Allaha qarşı yalan uydurur və bilmədiyi şeyi onun adından söyləyir, Allahın adından söyləyir. Ona görə həmən bidətçi bilməlidir ki, Allah barəsində elmsiz danışmaq ən böyük günahlardan və asiliklərdəndir. Hətta Uca Allah Ərəf surəsində buyurur ki, Allah haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi ona şərik qoşmağınızı və Allah barəsində bilmədiyiniz şeyi söyləməyinizi haram buyurmuşdur. Yəni, Uca Allah özü barəsində elmsiz danışmağı şirkə bərabər tutmuşdur. Dində yeni bir iş, yəni bidət uydurmaq, Allahın adından elmsiz danışmaq və Allaha qarşı yalan uydurmaqdır. Məgər Allahın adından yalan uydurandan daha zalim varmı? Necə ki, Uca Allah Subhanahu və Teala buyurur, Allah buyurur ki, Allaha qarşı yalan uydurandan daha zalim kim ola bilər? Buna görə də müşrikin halı ilə bidətçinin halının bir-birinə bənzədiyini görərsən, belə ki, onların hər ikisi də Allah heç bir dəlil, sübut və elm olmadan ibadət edirlər. Beləliklə, kim Allaha bir dəlil və sübut olmadan ibadət edərsə, o əslində Allaha qarşı yalan uydurmuşdur. Çünki onun halı sanki deyir ki, bu elədiyim əməl, dinə gətirdiyim bu yenilik Allaha yaxınlaşdırır və onun qatında mənə dərəcə qazandırır. Halbuki reallıqda bu bir iftira, nə Allah bu barədə xəbər verib, nə də onun Peyğəmbəri sallallahu əleyhi və səlləm bu barədə heç bir xəbər verməmişdir. Buna görə də bilmək lazımdır ki, həqiqi imtahan və sınaq Allahın buyurduğu və Peyğəmbərinin sallallahu əleyhi və səlləm göstərdiyi yola müvafiq şəkildə Allaha ibadət etməyindir. Və bir nəfər çıxıb deyə bilər ki, sən necə deyə bilərsən ki, bidət olmaz? Axı dində gözəl bidət var. Sizin bu danışdıqlarınız hamısı bəyənilməyən məşhur bidətlərə aiddir. Və bu bidətçilərin gətirdiyi birinci şübhələrdən biri ki, dində gözəl bidət deyilən bir şey var və həmçində ikinci gətirdikləri hədis isə Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisidir ki, kim İslamda gözəl bir yol açarsa hədisi və həmçində Ömər radiyallahu anhunun sözüdür ki, bu nə gözəl bidətdir. Buna təbii ki, alimlər elm əhəmiyyət cavab verib, bu iddialara cavab olaraq alimlər qeyd edirlər ki, əhl-i-sünnə, sələfi alimlər qeyd edirlər ki, həqiqətən də belə bir məqamda Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisini dəlil kimi gətirmək doğru deyil. Və bu cür dəlil gətirmək səhih deyil. Dində ümumiyyətlə gözəl bidət deyilən bir şey yoxdur. İbn Ömər radiyallahu anhuma
deyir ki, insanlar bir şey gözəl görsələr belə, hər bir bidət zəlalətdir. Və məsələn, İmam Malikin məşhur sözü, Mədinənin imamlarından olan İmam Malik deyir ki, kim dində gözəl görərək bir bidət uydurarsa, o Muhammedin sallallahu aleyhi ve sellem risalətə xəyanət etdiyini iddia etmiş olur. Ona görə dində gözəl bidət deyilən bir termin yoxdur. Bidət adı ilə üzərindədir, bidətdir. Onun yaxşısı, pisi yoxdur. Ona görə dinimizdə gözəl bidət adına bir şey yoxdur. Və həmçinin Peyğəmbərin sallallahu aleyhi ve sellem hədisini dəlil kimi gətirmək ki, kim gözəl bir yol açarsa İslamda, təbii ki, bu düzgün yerdə gətirilməyən bir istidlaldır, bir dəlildir. Nə üçün? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bu sözü bidət olmayan bir məsələ haqqında söyləyib. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisi müəyyən bir səbəbə görə deyib. Alimlər isə ittifaq ediblər ki, bir hədisin söylənmə səbəbi həmin hədisin mənasını açıqlayan amillərdəndir. Başqa sözlə desək, biz bir hədisi və ya ayəni həmin ayənin nazil olma səbəbi, səbəbün nüzul və hədisin söylənmə səbəbi işarına başa düşməliyik. Yəni şəri mətni daha yaxşı anlamaq üçün onun söylənmə səbəbinə baxmaq ən doğru yollardan biridir. Gəlin Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisinə baxaq, səbəbinə baxaq. Deməli, Mədinəyə bədəvilərdən ibarət yoxsul bir qrup gəlir. Peyğəmbər sallallahu əleyhi və səlləm insanları sədaqə verməyə təşviq eləyir, lakin insanlar bir qədər gecikirlər. Hətta bu gecikmə Peyğəmbərin sallallahu əleyhi və səlləm üzündə narahatlıq kimi hiss olundu. Nəhayət ənsardan olan bir kişi cəld evinə gedib, əllərinin daşımaqda çətinlik çəkdiyi bir torba yeməklə geri dönür. Və onu Peyğəmbərin sallallahu əleyhi və səlləm qarşısına qoyur. Bunu görən digər insanlar da ayağa qalxdılar və bir-birinin ardınca sədaqə verməyə başladılar. Peyğəmbər sallallahu əleyhi və səlləm buna çox sevindi. Hətta sevinc hissi üzündən bəlli oldu və sonra dedi ki, mən sənnə fil İslamı sünnətin həsənə. Kim İslamda gözəl bir sünnə, gözəl bir yol açarsa, həm onun savabı, həm də özündən sonra onunla əməl edənlərin savabı, onların savabından heç bir şey əksilmədən ona yazılar. Yəni, siz də Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdəki gözəl sünnə, gözəl yol ifadəsi ilə bidət uyduran işi nəzərdə tutur, dinə yeniliklər gətirənləri nəzərdə tutur. Yəni, məgər sədaqə vermək bidətdir, yoxsa Peyğəmbərlik sünnəsidir? Əlbəttə ki, Peyğəmbərlik sünnəsidir. Deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözü dinə gətirilmiş yeniliklər, bidətlər barəsində deyil. Onlar haqqında deyilmiş söz deyil. Və həmçinin də bu hədisi izah edən kim İslamda gözəl bir yol açarsa, başqa hədislərdən biri isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim məndən sonra unudulmuş bir sünnə dirçəllərsə, dirildərsə, onunla əməl edən insanların savabı qədər ona da savab yazılar və bu onların savabına heç bir şey əksiltməz. Deməli, hədisdə qeyd olunan kim İslamda gözəl bir yol açarsa, yəni onu dirçəldərsə, hansı unudulmuş bir sünnədir, onu dirçəldərsə, bəyan edərsə, insanlar ona dəvət edərsə, hədisdə qəsd olunan budur. Deməli, bu hədis kim İslamda gözəl bir yol açarsa, sünnə qoyarsa kəlamı gözəl bidətin varlığına dəlil deyildir. Yaxşı, bəs Ömər radiyallahu anhunun bu nə gözəl bidətdir sözü haqqında nə demək olar? Bu suala cavab olaraq qeyd edilir ki, birincisi, heç kimin kəlamı, kim olursa olsun, Peyğəmbərin sallallahu əleyhi və səlləm kəlamı ilə qarşı-qarşı qoyula bilməz. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, hər bir sonradan uydurulan iş bidət, hər bir bidət isə zəlalətdir, qeyd edib Allah Rasulü sallallahu əleyhi və səlləm. Hangi usul alimlərinə görə buradakı hər bir sözü kul kəlməsi, ifadəsi ümumilik bildirən ləfzlərdəndir. Yəni, o istisnasız olaraq bidətin bütün növlərini əhatə edir. Heç bir kəsə kimliyindən asılı olmayaraq Peyğəmbərin sallallahu əleyhi və səlləm bu ümumi kəlamına başqa birinin sözü ilə qarşı çıxması icazəli deyil. İmam Malik rahimehullah Mədinənin Hicrət diyarının imamı buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qəbrinə işarə edərək deyir ki, bu qəbir sahibindən, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən başqa hər kəsin sözü qəbul edilə bilər, həm də rədd edilə bilər. Deməli, Peyğəmbərin sallallahu əleyhi və səlləm kəlamını insanların sözü ilə rədd etmək, ona qarşı çıxmaq olmaz. Və məsələn, İbn Abbas, Allah ondan atasından razı olsun, deyir ki, üstünüzə göydən daş yağacağa yaxındır, qorxuram ki, daş yağsın. Mən sizə deyirəm, Rasulullah sallallahu əleyhi və səlləm belə dedi, siz isə Əbu Bəkir və Ömər belə dedi deyirsiniz. Bu birinci cavab. İkinci cavab isə Ömər radiyallahu anh'ın
Ömər radiyallahu anhun kəlamındakı bidət ifadəsi dinə gətirilmiş yenilikdir. Yəni dinə gətirilmiş bidətlər, yeniliklər nəzərdə tutulur, yoxsa ki, yox. Ona görə bu əsəri Ömər radiyallahu anhun sözünü doğru başa düşmək üçün birinci növbədə baxmaq lazımdır ki, Ömər radiyallahu anh bu sözü harada deyib. Yəni bu hadisə baş verib Ramazan ayında cəmaat ilə qılınan təravih namazı vaxtı deyilib. İndi isə gəlin bunun əslinə baxaq. Görəsən Ömər radiyallahu anhu bu əməli Peyğəmbərin sallallahu əleyhi və səlləm etmədiyi bir iş olduğu üçünmü belə vəsf etmişdir? Yoxsa ki necə? Məsələnin araşdıranda görürük ki, Buxarıda tapırıq ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gecələrin bir neçəsində 3-cü, 4-cü gecəyə qədər əshabı ilə birlikdə Ramazan ayında bərabər onlara namaz qılıb. Sonra isə bu əməli tərk edib, əshabına fərz olunacağını düşünüb ki, birdən onlara fərz olunar və buna görə Peyğəmbər sallallahu əleyhi və səlləm onlarla növbəti günlərdə, yəni cəmaət şəkildə namaz qılmağı, təravih namazlarını qılmağı tərk edib. Və sonra isə təbii ki, Peyğəmbər sallallahu əleyhi və səlləm artıq əshabı ilə növbəti günlərdə təravih namazlarını qılmır və deməli, biz buna baxanda görürük ki, Ramazan ayında təravih namazını cəmaatla qılmaq sabit olub. Yəni, onun sabitliyi Peyğəmbərin sallallahu əleyhi və səlləm sünnəsində mövcuddur. Onun bu əməli davam etdirməməsi isə bir səbəbə görə idi ki, həmin səbəb də Peyğəmbərin sallallahu əleyhi və səlləm vəfatı ilə aradan qalxdı. Ona görə də biz qəti şəkildə deyirik ki, təravih namazı qətiyyən şəri bir bidət deyil, dinə gətirmiş yeniliklərdən deyil. Lakin Ömər radiyallahu anh bu sözünə gəldikdə isə onun bu sözü lüğəvi mənanı bildirir. Lüğəvi mənada bidət odur ki, yəni əvvəlki nümunəsi oxşarı olmayan yeni bir işdir. Yəni təravih namazının cəmaatla qılınması özündən əvvəlki dövrlərin müqayisədə yeni bir iş idi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm 3 gün, 4 gün qıldı, sonra isə tərk elədi. Hətta Əbu Bakr radiyallahu anhu gəldi, Əbu Bakr radiyallahu anh xilafətinə qılınmadı. Hətta Ömər radiyallahu anhu gəldi, xilafətinin bəzi vaxtlarına qılınmadı. Sonra isə artıq gördü ki, bir nəfər bir tərəfdə namaz qılır, 2 nəfər digər tərəfdə, 3 nəfər isə digər tərəfdə namaz qılır və belə olduğu halda Ömər radiyallahu anhu Ubey ibn Kəbə buyurur ki, insanları bir araya toplasın və onlara cəmaat namazını qıldırsın. Yəni Ramazan günlərində təravih namazını qıldırsın. Deməli, Ömər radiyallahu anh burada özündən yeni bir şey kəşf etməmişdi, ortaya atmamışdı. Yəni Ömər radiyallahu anhın elədiyi bu hərəkət Peyğəmbər sallallahu əleyhi və səlləm elədiyi hərəkət idi. Xülasə olaraq qeyd edək ki, Peyğəmbərin sallallahu əleyhi və səlləm hədislərinin hamısı ümumi şəkildə bidətlərdən çəkindirmə üzərində yekdildir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisləri bidətləri növlərə bölməyib. Yaxşı, pis deyə bidətlər yəni bölməyib Peyğəmbər sallallahu əleyhi və səlləm. Bidət qeyd elədik ki, onun adı üzərindədir. Onun yaxşısı, pisi yoxdur. Bidət bidətdir. Bidətdən çəkindirilir. Bidətdən insanlar uzaq tutulur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm əvvəldə qeyd elədi ki, əshabına tez-tez onlara xatırladardı ki, bidətlərdən çəkinsinlər. Və Allah Rasulü sallallahu əleyhi və səlləm deyərdi ki, yəni hər bir sonradan uydurulan iş bidət, hər bir bidət isə zəlalətdir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm hər bir sözünü daim təkrar edərdi və bir dəfə də olsun bəzi bidətlər müstəsnadır, onlar gözəldir sözünü işlətməmişdir. Deməli, dində gözəl bidət deyilən bir termin yoxdur. Bidətlər hamısı çirkindir, murdardır və çəkindirilməlidir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisində buyurur ki, kim bizim bu işimizə ondan olmayan bir yenilik əlavə edərsə, o rədd olunar. Həmçinin buyurur ki, kim bizim əmrimiz olmayan bir iş görərsə, o rədd olunar. Peyğəmbər sallallahu əleyhi və səlləm heç bir halı bundan istisna eləməyib. Bu birinci məsələ. İkinci məsələ isə, əgər insanlara bidətləri gözəl görmək, gözəl bidət qapısı açılsaydı insanlara, onda çəkindiriləsi heç bir bidət qalmaz. Niyə? Çünki hər bir bidət onu icad edənin nəzərində və onu edənin qəlbində gözəldir. Heç kəs dində Allaha yaxınlaşmaq üçün elə bir yenilik gətirməz ki, sonra da bu şərdir və pisdir desin.
Belə bir şey heç kim deməz. Hər kəs etdiyi bidəti özündə gözəl görür. Beləliklə, bu məntiqlə olsa, çəkindirilməsi lazım olan heç bir bidət qalmazdı. Və üçüncü məsələ isə, görərsən əgər insanlara dində özlərindən olmayan şeyləri gözəl görüb əlavə etmən qapısı açılsaydı, zaman keçdikcə bu dinin halı necə olardı? Yəni, tutaq ki, bir insan dində hər ay bir dənə gözəl bidət adı ilə bir şey uydurur və onu dinə salır. Və insanlar da bundan razılaşırlar və bunun doğru olduğunu təsdiq edirlər. Hər dəfə, məsələn, namaza yeni bir şey əlavə eləyir və yaxud da yeni bir zikr ortaya çıxardır və yaxud da zikrin formasını dəyişir. Yəni, hər il, hər ay belə şeylər təkrarlanır. Onda siz düşünün ki, 10, 20, 100 ildən sonra, bir əsrdən sonra bu dinin halı necə olacaq? Belə olduğu halda məgər şəriət tamamilə dəyişməzmi? İnsanlar Peyğəmbərin sallallahu əleyhi və səlləm yolundan uzaqlaşmazmı? Vallahi, əgər bu qapı insanlara açılsaydı, bu məsələ insanlara elə qarışıq gələrdi ki, yəni bidətlər qapısı insanlara açılsaydı, hər kəs istədiyini dində icad eləsəydi, hər kəs yaxşı gördüyü şeyi dinə salsaydı, daxil eləsəydi, Peyğəmbərimiz Muhammedin sallallahu əleyhi və səlləm gətirdiyi din tamamilə yoxa çıxardı. Rəbbimiz Azza və Cəllə buyurur ki, Rəbbinizdən sizə nazil edilənə tabi olun. Yəni, nəyə tabi olun? Gözəl bidətlərəmi? Bidətlərəmi? Ağlımızın gözəl gördüklərinəmi? Nəfsimizin bizə diktə etdiklərinəmi? Ayə belədir, xeyr, əsla. Ayədə Allah buyurur ki, Rəbbinizdən sizə nazil edilənə tabi olun. Rəbbimizdən bizə nazil olanlara zidd olan hər hansı bir şeylə Allaha yaxınlaşmaq olmaz və ona tabi olmaq icazəli deyil. Doğru olan dəlil yalnız Quran və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsidir. Allaha ancaq bu ikisi ilə yaxınlaşma mümkündür. Və təbii ki, bunları insan fəhm eləyəndə sələf-i salihin fəhmi ilə başa düşəcək. Bundan başqa nə varsa, əgər sələfin fəhmi ilə insan hərəkət eləməsə, bidətlər ortaya atsa, bidətə əməl eləsə və yaxud da bir insan bidətçi olsa, bilməlidir ki, onun etdiyi əməllər faydasız bir yorğunluqdur və ona görə Allahdan heç bir mükafat gözlənilmir. Yəni, bidət edən şəxs nə qazanmaq istəyir? Savab mı? Bilməlidir ki, bidətdə savab yoxdur. Buna dəlil nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm Buxari Müslimdə buyurur ki, gələn hədisdə, kim bizim bu işimizə ondan olmayan bir yenilik əlavə edərsə, o rədd olunar. Yəni, o əməl geri qaytarılar, qəbul edilməz. Və İmam Malikin tələbəsi Yahya ibn Yahya Leyth rahimehullah deyir ki, sünniyə müxalif olan bir işdə savab ümidi yoxdur. Yəni, bu əməldə savab yoxdur. Sadəcə yorulursan və zəhmət çəkirsən. Sonu isə heç nədir. Üstəlik, səni Allah tərəfindən mükafat deyə cəza gözləyir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, hər bir bidət zəlalət, hər bir zəlalət isə oddadır. Elə isə insan, ey bidət eləyən, niyə zəhmət çəkirsən? Niyə sonunda heç bir xeyri və səmərəsi olmayan bir iş üçün özünü yorursan? Madam ki, özünü məşəqqətə, əziyyətə qatmısan, niyə görə elə bunu doğru və düzgün şəkildə yerinə yetirmirsən ki, hətta qarşılığında savab, əcr, mükafat görəsən? Və sonda isə bilmək lazımdır ki, Peyğəmbərimizin sallallahu əleyhi və səlləm 2 hovuzu var. Biri dünyada, digəri isə axirətdə. Kim dünyadakı hovuzdan çox içərsə, axirətdəki hovuzdan da çox içər. Kim dünyada ondan az bəhrələnərsə, axirətdə də payı az olar. Dünyadakı hovuzu sünnəsidir. Axirətdəki hovuzu isə qiyamətdə öz Peyğəmbərindən sallallahu əleyhi və səlləmə ikram olaraq bəxş etdiyi böyük hovuzdur. Oradan yalnız onun sünnəsinə tabi olanlar içəcəklər. Kim oradan bir qurtum içərsə, bir daha əsla susamaz. Ona görə Allahdan istəyirik ki, bizi sünnənin köməkçilərindən, ona sadiq olanlardan və ondan bir tük qədər ayrılmayanlardan etsin. Subhanəkəllahumma və bihamdikə əşhədu en la ilahə illə ent, əstəğfiruke və etûbü ileyk.